bədəninizi dinləyin. O sizə nə lazımdır deyir. Bugün idmanla qarşınızdayım. Mən normalda pilates treyneriyəm, amma ki övladım olandan sonra uzun müddətdir ki işə çıxmıram. İşə çıxmadığım kimi hələ üstəlik çox utanc vericidir. İdman da eləmirəm. İl yarım, 3-4 ayda oradan. Nərdəsə 2 ilə yaxındır ki artıq heç bir şeylə məşğul deyiləm və mən pilatesə başlamamışdan öncə mənim skoliozum var idi və bu gözlə görülür dərəcədə bir skolioz idi. Hətta artıq ondan da çox var və mən pilatesə başladığım müddətdə onurğam düppədüz düzəlmişdi. Başladım, sonra treyner oldum falan filan. Amma indi birinci növbədə hamiləliyim müddətində deməli uşaq ağırlıq verir. Önə əyilirəm. Həm kifozum var bu arada, həm skoliozum var. Uşaq ağırlıq verdiyi müddətcə önə əyilirsən. Xüsusilə də son aylarında bu davam eləyir. Sonra süd vermə müddəti var. Yenə də əyilirsən uşağı tutmaq üçün falan. Süd vermə müddəti bitəndən sonra da uşağı qucağa götürmək, oynamaq falan dərkən bədənim bu hala düşüb. Yəni bilmirəm indi peşəkar gözlə baxmayanlar da görə bilərmi, yoxsa görə bilməzmi? Amma mənə elə gəlir ki, bu artıq gözlə görülür dərəcədə fərqdir. Bir çiynim çox aşağı düşüb, bir çiynim çox yuxarıdır və üstəlik mənim çanağımda da rotasiya var. Mən bunu pilateslə stabil saxlamağa çalışırdım, əlbəttə ki. İşdə olduğum müddət, ilk əvvəllər əslinə qalsa işim çox olmadığı müddətdə hər gün eləyirdim. Amma sonradan işim çoxalan vaxtı artıq həftədə 3-4 belə düşürdüm. Amma ki tələbələrimə hərəkətləri göstərəndə biraz özüm də eləməyə çalışırdım. Belə indi video açacağım özüm üçün, o videoya baxaraq idman eləyəcəm. Amma ki deməyin ki sən özün pilates treynersən, onda necə olur ki videoya baxsan falan. Unutmayın, bu dünyadakı ən yaxşı treynerin belə treynerə ehtiyacı var. Mən demirəm ha dünyadakı ən yaxşı treyner mənə. Yanlış anlaşılmasın. Amma öz dalımda çox da yaxşı treyner olduğumu tələbələrim əgər izləyirsə onlar da deyə bilər. Hətta keçən dəfə bir tələbəm komment yazmışdı qayıdın deyə. Bəzi səbəblər var qayıtmadığım. İnşallah ki bir gün biz də qayıdarıq deyək. Nəysə ki indi bu arada makyajımı yəqin ki görürsünüz. Mən bu makyajı idman üçün və ya bu video üçün eləməmişəm. Bayaq başqa bir video çəkmişdim. Ona görə makyaj eləmişəm. Belə. Uşağı da qoymuşam bağçaya. Gəldim biraz dincəldim. İndi də deyirəm ki özümə biraz vaxt ayırım. Əlbəttə ki sağlamlığım hər şeydən önəmli olduğu üçün. Çünki dəhşətli dərəcədə ağrılar verməyə başlayır artıq mənə. Nə otura bilirəm, nə dura bilirəm. Kürəyim dəhşətli. Skoliozdan əziyyət çəkənlər bunu çox yaxşı bilirlər. Ona görə də getdik. Reklamlar. Place to sit. I'm going to start cross-legged like this, and I know this isn't going to be. Bu arada öz matım yoxdur deyə uşağın matını götürmüşəm. Either side, either like I'm doing here, or you can just cross in front of your body and to the other side. And just give me about 3 more like this. Pilatesin əsas prinsiplərindən biri elə ən birincisi nəfəsdir. Ona görə də hər zaman əvvəlcə nəfəs almağı, düzgün nəfəs almağı öyrənirik, sonra isə hərəkətləri. Və bütün hərəkətləri də nəfəslə birləşdiririk əlbəttə ki. Hərəkətlər zamanı nəfəsi düzgün almaq və düzgün vermək çox vacibdir. Əzələlər nəfəslə genişlənir və ya yığılır və bununla hərəkətlərinizi daha rahat tənzimləyə bilirsiniz. Eyni zamanda əzələlər oksigenlə də qəzalandığı üçün mütləq vacibdir ki, nəfəsi düzgün istifadə edəsiniz. Skoliozu olanlara isə daha çox tək tərəfli işləmək kömək olur. Yəni sırf sağı və ya sırf solu yox, ayrı-ayrılıqda iki tərəfimizi də işlətməliyik. Ay sağ tərəfə əyilmişəm, ancaq sağa işləyim falan deyə yox. Və məxsusən də dartılma hərəkətləri daha çox kömək olur. It can cause a hip hike on one side, it can cause a shoulder drop. All of these extra things start to happen.
Bu hərəkət eləcə də lardozu olanlar üçün çox vacib hərəkətdir. Ümumiyyətlə çox insan bu hərəkəti düzgün eləyə bilmir. Beli yerə, qarın əzələlərinin köməkliyi ilə qabırğaları sıxaraq necə yapışdırmaq lazım olduğunu çox insan anlamır. Eləcə də bu hərəkətdə yuvarlanaraq onurğanı fəqərə bə fəqərə tək-tək yerə endirmək lazım olduğunu anlamırlar. Çünki bədənimizi beynimizlə, zehnimizlə idarə eləməyi öyrənməmişik. Straighten the left leg out. And then reach the right leg up towards the ceiling. Toes pointed. Try to straighten the leg if you can. And I want you to lower it down towards the ground and then bring it around to the right for this little half circle. So we're just drawing this little circle. Əvvəllər ayağını uzandığı yerdə düppədüz açıb təpəsinə çatdıran Aynurə indi ayağını düz aça bilmir. Təsəvvür eləyin artıq vəziyyətin gərginliyini. To the side and bring your knee to the left and you're going to look to the right. Back up and in. Give it one more squeeze and we'll switch legs. Okay, so left leg in. Mən heç pilatesə başlayanda bu hərəkətdə bu qədər çətinlik çəkməmişdim. Dəhşətdir. Hər dəfə bir tərəfə eləyəndən sonra eynisini o birisi tərəfə eləyirik. Ona görə də ikincini sürətli şəkildə keçirəm. Your hand, knees are together, feet are in line with your tail, and I want you to just lift the top knee up and down. These are called clamshells, and this also is a really good exercise. Buradakı əsas məsələ isə dizi qaldıranda çanağı arxaya tərəf fırlatmamaqdır. Bu çox çətindir. Çanağında rotasiya olanlar üçün, skalyoz olanlar üçün bunu çox yaxşı başa düşərlər mənim. Ona görə də mümkün qədər diqqətli şəkildə eləyirik ki, hərəkət səhv olmasın. Again, if this is not doable at all, I want you to left hand comes. Buradakı əsas məsələ isə çanağın yerdən qalxmamağıdır. Əslində mümkün qədər dirsəyimizi yerə qoymağa çalışmalıyıq, amma məndə bu alınmadı. Dirsəyimi qoyanda çanaq qalxır. Stacked, and then you're going to lift your top knee and lower. And breathe. No. Yenə də dediyim kimi sağ tərəfə eləyirəmsə, sol tərəfə də eyni şəkildə davam edirəm. Bilmirəm kimin üçün necədir, amma mənim üçün. And then lift and take it to the other side. Hə, mənim üçün trenersiz məşq eləmək o qədər çətindir ki, çox çətin gəlir mənə belə. Çox məsuliyyətsiz yanaşıram o zaman. Round and curl. And then arch. Burada isə klassik cat-cow hərəkəti edirəm. Onurğa əzələlərinin dartılması üçün çox kömək olur. Reach again those fingertips. Lengthening the whole left side. And then maybe you can add the right leg. Əzələlərimizi həm dartırıq, həm də gücləndiririk. Dartdıqdan sonra da güclənməsi üçün hərəkətlər eləyirik mütləq şəkildə. Dediyim kimi əlbəttə ki, çarpaz. Bu isə rest pozisiyası adlanır. Adından da göründüyü kimi rahatlama pozisiyasıdır. Və son olaraq yenə də hər zamanki kimi hər dərsin sonunda rahatlayaraq, dartınaraq son veririk dərslərimizə. Əzələləri nə qədər gücləndiririksə, o qədər də rahatlatmalıyıq çünki. Sonda hər zaman özünüzü alqışlamağı unutmayın qızlar. That's it. Yəni il içində videolara qalxsandan sonra mən bu qədər rahatlama yoxdur da, yəni dəhşət bir şeydir. Skalyoz xəstəliyində ümumiyyətlə hər zaman daha çox bədənə uzanma. Fikir verdiniz, bax, tək qolla uzan hara çata bilirsən. 2 qolla uzan. Elə bil ki, tavana dəymək istəyirsiniz də bu. Uzanırsınız, çanaq aşağı, elə bir çanağınızdan kimsə sizi aşağı dartır, amma qollarınızdan yuxarı, bu belə bədəni dartırsınız mütləq şəkildə. Bir də konuş artık. Çarpaz şəkildə hərəkət edirsiniz. Sağ qol, sol ayaq, dartın. Sağ qol, sol ayaq, bütün hərəkətlərdə. Bilmirəm, yoldan gördünüz, axı görsənlər, bu ayaqlar bax bunu elətdirdiyin. Sağ və sol. Uzan, yenə də uzan. Sonra, onu elətdirmədi, bu da var. Bu tərəfə keçin, ki, görünür. Üzmək, swimming, hərəkətin adı da swimming. Alın yerə. Burnunuzu
bastırmayın da. Eğer ki başınızı qoyanda boğulursunuzsa, burun bastırsa, biraz bir hündür bir şey koyursunuz, alnınızın altına. Şöyle bir şey. Prosta baş düz qalsın. Həm də elələri var ki, kifoz olur. Baş çox belə gedir. Yəni çox aşağıya gedir. Kürək yuxarıda qalır və bu boyun ağrısı verir. Ona görə də onda artıq mütləq şəkildə hündür bir şey qoymaq lazımdır ki, onurğa düz qalsın. Hər zaman onurğa düz pozisiyada qalmalı. Ağrımızı qoyduq. Sağ əl, sol ayaq, uzan. Bu dəfə başı da qaldırırsan. Qaldıra bildiyin qədər. Amma alnın həmişə yerə baxacaq şəkildə qalxır. Alnımız yerə baxır, qalxırıq. Uzan, uzan, uzan. Al nəfəs. Ver nəfəs aşağı. Sonra sol tərəf. Eyni şəkildə sol əl, sağ ayaq. Al nəfəs, uzan, uzan. Elə bil ayağından, əlindən kimsə səni dartırmış ki. Uzan. Ver nəfəs aşağı. Bu hərəkətdə skalyoza ən yaxşı gələn hərəkətlərdən biri, hətta birincisi falan deyə bilərəm. Belə skalyozu olanlar mütləq şəkildə çalışın, pilates eləyin. Pilates eləmirsiniz, yoga eləyin. Axır ki, evdə də olsa bir videodan falan açın. Skalyoza aid bir sürü videolar var zaten. Açın. Sakit bir şəkildə. Əgər ki, siz bədəninizi tanımayacaqsınızsa, siz belə şıp sırf idman eləyim deyə, ay, bunu elədim, bunu elə-belə elədin, bunu belə qaldırdın, boş-boş qaldırdın. Boş-boş qaldırmaqla heç bir işə yaramır. Dartınırsan. Sonra o üzü üstə dediklərim, sağ əl, sol ayaq, elə-belə qaldırıb qoyanda heç bir şey baş verməyəcək. Ona görə çalışın, bədəninizi tanıyın, bədəninizi dinləyin. O sizə nə lazımdır deyir. Belə. İndi gedim yemək yiyeyim. Nə yiyeyim heç bilmirəm. İndi baxarıq görək nə yeyirik. Bir yerdə yeyərik. Bugün sizin üçün bir vlog dadında bir şey hazırlayayım. Gedim yemək yiyeyim. Baxaq da görək nə yeyirik. Sonra paşanı götürməyə gedəcəm. Biraz dincəlim, sonra da gedim paşanı götürəm. Belə. Onsuz da bayaqları video çəkirəm deyə makyaj eləmişdim. İdman elədim deyə başım biraz dağıldı. Başım bu arada. Saçım biraz dağıldı. Koftanı da giyindim. Qaldı bir dənə şalvarım giymək. Bir dənə yemək yiyeyim, tez atışdırım. Gedəcəm, bankda işim var. Banka gedəndən sonra oradan da bağçaya keçərəm. Paşanı götürməyə. Belə. Yeməyim də nə oldu desəz. Dünənləri mamam salat eləmişdi. O salatdan yiyəcəm. Gedəcəm. Salatdan yiyəcəm. Sonra da şirniyyat almışdı. Şirniyyatla da çay içəcəm. Amma ki bugün özüm nə bişirəcəm, onu heç bilmirəm. Heç. Bir dənə çay da dəmləyək. Bilmirəm siz çayı necə dəmləyirsiniz. Tək əllərimdə töküb dağıtdım. Amma biz belə dəmləyirik. İndi göstərəcəm. Deməli, bunu belə düyünləyirəm. Atıram çayın içine. Gözlüyürəm damansın, çay içim. Qonadı qablar əllərimdən öpür. Başını götürüb gələndən sonra yuyarım. Bir dənə videonu editləyim, çay içim. Go go. Dede. Əslində başqa şey pişirmək üçün çıxdığım bu yolda tamamen başqa bir şeye evliyim yemək. Mən istəyirdim ki, belə fikir verməyin. Mən istəyirdim ki, o türklərin yaprak sarmasından eləyim, amma bir balon, nə bilmirəm, yatağı küflənir. Şu an kahroluyorum. Neyse ki, soğan da çok doğradım ki göz sarma eləyəcəm.
Qovranda yolun ortasında yadıma düşdü. Belə görək neyinlik. Axır ki bu dəhşət makyajdan qurtulduq. Hə həyatım? Mamadan qorxmuşdun bayaq. Saçlarımı da yığa bilirəm bu arada. Hələ də yemək pişirməklə məşğulam. Yadımdan çıxmamış göstərim. Pomidor yumurta elədim, amma soğanlısından. Çox ləzzətli alındı. Çaydan da qoymuşam, burada çaydan səsindən bəlkə eşitmirsiniz. Pomidor yumurta elədim. Paşa müəllimin pampersini dəyişdik. Hə? Avokado oradadır. Avokado ilə bir yerdə dəyişdik, hə? Hanı avokado? Avokado hanı? Deyir oradadır, hə? Agogo oradadır. Gidelim bunu da ataq. Ne yiyək? Oynayaq? Top oynayaq? Gol! Gol! Hə? Bizdə nə gedir? Anladınız siz. Hayatım top hanı? Gel gitme. Bizde hiç kim rahat düşmür. Hə? Sen de dede. Gel hayatım gel. Get top. Ama mamamın namaz paltaları diye onlar pastayan oradadır. Yani onlara bakmayın. Get topu. Gol. Acan. Gol elə gol. Neyinlisən? Ha? Baxın mama sənə. Paşa. 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 Ha paşa. Qara paşa. Bal paşa. Şəkər paşa. Sizdə də durduq yerə uşağınızı əzizləmə, oxşama istəyi gəlirmi? Mən belə durduq yerdən başlayıram o şirin-şirin sözlər deməyə. Normalda çox da belə şirin xasiyyətli bir insan deyiləm halbuki. Necə olur oğluma qarşı bilmirəm. Komedi xananı çox sevirəm. Və bizim günün sonu belədir. Hələlik.